Uşaqlarda burun qanamaları zamanı burun kapillyarlarının yandırılması bu lazımdırmı? Belə ki, uşaqlarda burun qanamaları, uşaqlıq çağı xoşxəstəli burun qanamaları çox zaman irsi ola bilir. Yəni ailədə ana və ya atada belə bir problem olubsa, uşaqda olma ehtimalı da çox ola bilir. Ən çox xəstəliklərdən sonra, qrip, üst tənəffüs yolu xəstəlikləri sonrası, çox burun axdıqdan sonra burun qanamaları artır. Bundan başqa mikrotravmalar, uşaq əli ilə çox burnuna toxunursa, zədələyirsə, qurtdalayırsa, o hallarda burun qanamaları çox ola bilir və qızdırmalı xəstəliklərdən sonra burun kapillyarlarının genişləməsinə bağlı da burun qanamaları çox ola bilir. Amma dəyərli valideynlər, diqqətli olun. Əgər evladınıza burun qanamaları təkrar baş verirsə, hər qanama çox şiddətli və profuz olursa, uşaq hər qanama zamanı çoxlu qan itirirsə, bu halda dərman müalicəsi ilə bunu gözləmək yox, lora müraciət edərək qanayan kapillyarların yandırılmasına ehtiyac ola bilər. Çünki təkrarlanan burun qanamaları uşaqlarda qan azlığına səbəb ola bilər. Amma unutmayın ki, əgər uşaqda sıx-sıx burun qanamaları varsa, onda qan xəstəliyinin olub-olmadığını da aydınlaşdırmaq üçün mütləq şəkildə qan analizindən də uşağı keçirtmək lazımdır. Laxtalanma faktorlarına baxmaq lazımdır. Çünki bəzən hemofiliya xəstəliyi kimi bəzi qan xəstəliklərində də əsas əlamət təkrarlanan burun qanamalarıdır ki, bunu da mütləq diqqətə almalısınız. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.